Salam, əziz və dəyərli izləyicilərimiz. Bu evin çəkilişin, bu evin təqdimatın çox gözəl ruh yüksəkliyi ilə, sevinərəkdən, bütün evlərin, çəkilişlərin, bütün təqdimatları gözəl eləyirəm, ürəkdən eləyirəm. Amma bu ev bugün möhtəşəmdir. Qeyri-adiliyi ilə bugünkü bazarda seçiləcək. 20 metrədən böyük hovuz, ayağımın altından 2 keçidi var. Uşaq hovuzundan böyük hovuzuna keçid var. Hansı ki 4 metrəli evin ümumi giriş hissəsi, altından 2 keçid var. Sağımda mənim manqal var, açıq söhbətgahımız var, sonra bağlı söhbətgahımız var, sonra həyət üçün sanitar qovşağı və qaraj yerləşir. Dəyərli izləyicilərimiz, sizləri Şuvalandan salamlayıram. 11 sotun içərisində inşa olunmuş bu möhtəşəm villanı sizlərə təqdim etməyə başlayıram. Villamız 270 kvadrat ümumi yaşayış sahəsidir. Tək o bağın, tək o evin. 270 kvadrat, 5 otaqlıdır, bütün əşyalarla birlikdə satışa çıxıb bugün sizlər üçün 11 sot qiymət 850 min manatdır. O 270 kvadrat evdən əlavə olaraq söhbətgah, bağlı söhbətgah, qaraj 200 kvadrat. Çoxdur ki, az deyil. Hamısı paket damdır. Bahalı dam örtüyü ilə vurulub üstü, çıxıntıları çoxdur. İnanın Allaha, onun ustaları materialından çox ev sahibindən pul alıblar. Halal xoşları olsun. Gözəl də iş görüblər. Həyətdə girən kimi avtomatik olaraq darvaza qollarla təchiz olunub pultla açılıb bağlanır. Küçə möhtəşəmdir. Gözəl bir küçədir. Asfalt, təzə, geniş. Sol tərəfdə üstü bağlı qaraj, 2 maşınlıq. Gəl. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. Duş, su hövzəsi, unitaz. Bu kombi aparatı isə bura üçündür. Söhbətgahın kombi aparatıdır. Gedək. Yaşıllıq, landşaft, işıqlandırma həm divarda, həm də yerdən düz dayanan işıqlandırmaları var. Gözəl palma ağacı, 2 dənə şam ağacları çox qəşəkdir, möhtəşəmdir. Bağın içərisində yaşıllıqda top ışıqlar da var, ondan da istifadə olunub. Hovuz haqqında danışacağım. Ürək dolusu danışacağım. Çünki ilkdir. Qalxdıq. İstirahət güşəsi, manqal. Ay maşallah, Allah ətin bol eləsin, Allah ətin yetirsin. Ət doğrayan taxta, odunlar manqalda yandırmaq üçün. Su hövzəsi, 6 dolab. Açıq söhbətgah, yanları açıq. Oturmaq üçün stul, hər bir şey qoyulub. Bunlara boha stilindədir. Ay maşallah, ay gözəl, ay gözəl, ay gözəl. Oy, 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 oy. Oy, 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 nə gözəl, nə qəşəng. Dəyirmi usta. Əsl həyət üçün nəzərdə tutulmuş söhbətgah. Çox qəşəkdir, çox möhtəşəmdir. Dəyərli izləyicilərimiz, şirniyyat, Rafaello, hər şey qoyublar maşallah. Stəkanı, stolu, qabı, qaşığı, vilkası, sıralama. Hər şey var, hər bir şey. Kofeyə qədər, çay, azər çay, kofelər, sağ ol, sağ ol, sağ ol. Damafon burada çəkilib, qapının kənarından evdə də var. Gedək. Ayağımızın altındakı bu su ambarıdır. 20 tonluq su ambarı yerləşir. Bağın suyu, qazı, işığı hamısı var, daimidir. Buradan ehtiyatlı ol, düşərsən motorxanaya, hovuzun motorxanasına. Evin sol tərəfi, evin arxasında da yaşıllığı var. Evin içərisindən yataq otağından göstərəcəm. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı orada da var. Bir dənə də evin kombi otağı. Hovuz, sən oradan gəl, mən də deyim. Hovuzumuz 4 metrənin 15, deməli, bayaq ölçmüşdüm, 12 metrəyə qədər, bura qədər böyüklər üçün, çinmək üçün dərinliyi 1.60, 1.55 olan hovuzdur, aşma hovuzdur. Bunun altında 2 dənə keçid var. Həm orada, həm burada. Oğul istirəmi buradan üstün keçsin o tərəfə. Buradan isə keçirik. 5-in 4-ə də aşma. Burada uşaqlar üçün çinməyə
hovuz var. Hamısı bir-birinə bağlıdır. Buradan ora qədər 20 metr hovuzun eni var. Uzunluğu var. Buradan da şüşəylə də keçid. Həm orada bir, həm də burada iki. Evin qarşısı qonaq otağıdır ora. Bura mətbəxdir, yataq otağıdır. Evin ümumi giriş hissəsidir. Evin qarşısına güllər qoyulub və 2 dənə sekas ağacı əkilib bura. Çox möhtəşəm görünür. Bir dənə buradan fırla, bir dənə belə də göstər həyəti, keçək evin daxilinə. Gəl. Qalxır da, ağırdır maşallah, dəmirdən yığılıb. Keçən kimi sağ tərəfdə dolab, paltar asmaq üçün divarın içərisində. Bura qədər, burada bəzənmə stolu, domofonun biri də bura qoyulub. Gözəl bir dəhliz, dəhlizdən keçirir, sonra geniş böyük bir dəhliz. Keçək buradan. Əvvəl birinci boş. Bütöv dartma tavandır, bütöv olaraq. Həm ora, həm də bura bütöv dartma tavanla təmir olunub. Gəl. Bu yataq otağı boşdur. Amma genişdir, böyükdür. Birbaşa həyətə, hovuza baxır. Evin daxilində 4 yataq otağı var. Əşyalıdır. Bir dənə bu yataq otağı boşdur. Ümumi sanitar qovşağı genişdir, böyükdür. Bax. Şüşəylə bağlıdır. Şüşət, qalın. Gəl. Hə? Hə, orada dartma tavandır. Gəl abi, gəl. Yataq otağı. Ya Allah, yataq dəsti. Dolab divarın içərisində. Televizor, bəzənmə stolu. Gəl. Keçək. Qardirob, paltar yuyan maşın və sanitar qovşağı. Gəl abi, gəl. Üçüncü yataq otağı. Geniş, böyük bir bəzənmə stolu. 2 dənə yataq uşaqlar üçün nəzərdə tutulub. Oğlan uşaqları yatar burada. Allah saxlasın. Mətbəx. Soyuducu 2 gözlü. Sobalar üçün yer. Qaz sobası. Paltar yuyan, qab yuyan üçün yer. Paltar yuyan maşını zaten oradadır. Su hövzəsi, qaz çəkilib. Tam mərkəzdə ada. Yemək yemək üçün burada stol. Birbaşa həyətə, hovuza baxır. Yataq otağı. 4-cü yataq otağı. Evin arxası. Demişdim göstərəcəm. Buyur göstər. Bütün əşyalar və daxilində sanitar qovşağı. Sonda sizlərə qonaq otağı təqdim edirəm. Ay maşallah, nə boyda da qonaq otağı. Çox böyükdür, çox maşallah olsun. Allah xeyir versin. Xeyirli olsun. Vay. Bitdi. Çox sağ olun, dəyərli izləyicilərimiz. Bakarat çılçıraq, 1-2 dənə. Qara rəngi. Çox sevdiyim çılçıraqlardan biridir. Bizi izlədiyi üçün sizlərə təşəkkür edirəm. Çox sağ olun. Kanalımıza abunə olmağı, çəkilişlərimizi bəyənməyi unutmayın.